Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli Müslüman bazı və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizi uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Allah Subhanahu wa Taala'dan qorxmaq, üzərimizdə olan əmrlərini yerinə yetirmək və nəyə ki bizlərə qadağan edibsə və nədən ki çəkinməyə əmr edibsə o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Bugünkü mövzumuz, dəyərli müsəlmanlar, İbrahim surəsində 37-ci ayətində İbrahim əleyhissalamın duası barəsində olacaq. Hansı ki ayətdə Allah Teala buyurur ki, İbrahim əleyhissalam Allah Teala'ya dua edərək buyurur ki, ey Rəbbimiz, mən əhli əyalımdan bəzisini, İsmaili və onun anası Həcəri, sənin Beytül-Həramının, yəni Kəbənin yaxınlığında əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz, onlar vaxtı-vaxtında namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanlardan bir qisminin qəlbləri onlara meyl etsin. Onlara bir yerin ağaclarının meyvələrindən ruzi ver ki, neymətinə şükür edə bilsinlər. İbrahim əleyhissalam bilirsiniz ki, Saradan övladı olmurdu. Və uzun müddət İbrahim əleyhissalamın övladı olmurdu. Sonra İbrahim əleyhissalam Həcər ilə evləndikdən sonra Həcərdən İsmail adlı bir övladı olur. Lakin Sara, birinci yoldaşı, onu daha çox qısqanırdı. Ona görə də İbrahim əleyhissalam oğlu İsmaili və həmçində onun yoldaşı Həcəri indiki Beytül-Həramın, yəni Kəbənin, o vaxtı səhra idi, heç bir şey yox idi. Ora gətirərək onları orada tərk edir, gedir və dua edir. Ki Allah Teala elə etsin ki, insanlar ora axın gəlsinlər. Bu günləri həcc ziyarəti, ümrə ziyarəti zamanı milyonlarla insanların ora biz necə axdığını və oranın necə bərəkətli bir yer olduğunu görürük. Və bu da İbrahim əleyhissalamın duasının səbəbidir. Saradan isə İbrahim əleyhissalamın digər oğlu İshaq dünyaya gəlir. Və bu hadisəni geniş bir şəkildə Buxari və Müslimdə keçən İbn Abbas radiyallahu anhudan gələn hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gözəl bir şəkildə bizlərə izah edir. Diqqətlə dinləyin dəyərli müsəlmanlar. İbn Abbas radiyallahu anh deyir ki, İbrahim əleyhissalam, İsmail, anası Həcəri və hələ beşikdə İbrahim əleyhissalam Həcəri və həmçində hələ beşikdə ikən olan oğlu İsmail əleyhissalamı Kəbəyə gətirir. Onları məscidin üst tərəfində bitən böyük bir ağacın yanında buraxaraq geri dönür. Sonralar orada zəmzəm suyu çıxmışdır. O günlərdə isə Məkkədə su olmadığı kimi heç kimsə də yox idi. İbrahim əleyhissalam onları orada buraxaraq yanlarında içi xurma ilə dolu bir kisə və bir də su tuluğu qoyur. Sonra İbrahim əleyhissalam Şama qayıtmaq üçün onların yanından çıxır. İsmail əleyhissalamın, yəni İbrahimin yoldaşı Həcər onun ardında düşərək, ey İbrahim, bizləri heç bir insan olmayan və heç bir şeyin olmadığı bir vadidə, boş bir yerdə, səhrada tək buraxıb hara gedirsən? Deyərək onu səslədi. Həcər bu sözləri bir neçə dəfə təkrar edir İbrahim əleyhissalamın dalıyca. Lakin İbrahim əleyhissalam ona tərəf dönüb baxmadıqda Həcər ona qayıdaraq belə deyir. Bunu sənə aləmlərin Rəbbi olan Allah Subhanahu wa Taala əmr etmişdir deyə belə edirsən? İbrahim əleyhissalam deyir ki, bəli. Allahu Akbar. Və bundan sonra qadındakı Allaha olan təvəkkülə baxın. Bəli, Həcər belə deyir. Onda əgər bunu sənə Allah Teala əmr edibsə, o bizi tək buraxmaz. Subhanallah.
Yəni əgər bu Allahın əmridirsə sənə, deməli Allah Taala sənə nə xeyir olduğunu əmr edib bizim üçün. Deməli bu işdə xeyir var. Bu sözləri deyəndən sonra İsmailin yanına qayıtdı. İbrahim əleyhissalam yoluna davam edərək Əs-Səniyyə adlanan bir yerə gəlib çatır. Onlar tərəfindən görülməyən bir hündürlüyə qalxaraq Kəbəyə tərəf üzünü çevirir, əllərini səmaya qaldırır və bu dualar edir. Ey Rəbbimiz, mən əhli əyalımdan bəzisini sənin Beytül-Həramının yaxınlığında əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz, onlar vaxtında namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin, onlara meyvələrindən ruzi ver ki, nemətinə şükür etsinlər. İsmail əleyhissalamın anasına gəldikdə isə o oğlunu əmizdirir və İbrahimin onlar üçün qoyduğu sudan içirdirdi. Tuluqda olan su qutardıqdan sonra ana və oğlu susuzluq bürüdü. Həcər oğlunun susuzluqdan torpaq üzərində qıvrıldığını və ağladığını gördükdə oğlunun bu vəziyyətdə görünməmək üçün oradan uzaqlaşdı. Onların qaldıqları yerə ən yaxın olan Səfa təpəsinə çıxdı. Bu günləri həc və ümrə zamanı həclərin Səfa və Mərva arasında qaçmalarının səbəbi budur, dəyərli müsəlmanlar. Səfa təpəsinə çıxaraq, qaçaraq ora çıxdı və vadiyə tərəf baxaraq bir kimsə görə bilərəmmi deyə ətrafa başladı baxmağa. Lakin heç kimsəni görmədikdə Səfa təpəsindən aşağı düşərək, vadiyə çatdıqda paltarının ətəklərini qaldıraraq qaçınmağa başladı. Bu günləri Səfa və Mərva arasında müsəlmanlar yeriyəndə orada yaşıl bir xət var, ortada. Səfa və Mərvanın ortasında yaşıl bir işarə var. Həmin işarəyə çatanda biraz sürətli qaçırsan, sanki Həcərin etdiyini edirsən. Və üzülmüş, yorulmuş bir insanın qaçışı kimi qaçaraq vadini keçdi və Mərva adlanan təpəyə çıxdı. Təpəyə qalxaraq bir kimsə görən varmı? Ətrafı baxmağa başladı, lakin yenə də heç kimsəni görə bilmədi. Beləcə, o iki təpə arasında 7 dəfə gedib gəldi. İbn Abbas radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə buyurdu. Elə bu səbəbdən də insanlar həc və ümrə ziyarətində bu iki təpənin arasında qaçırlar. Sonra söhbətinə davam edərək dedi ki, son dəfə Mərva təpəsinə qalxdıqda isə səs eşitdi. Öz-özünə sus deyərək diqqətlə qulaq asmağa başladı. Və eyni səsi yenə də eşitdi. Həcər, sən səsini mənə eşitdirdin, bəs mənə yardım edə bilərsənmi dedi. Və bir də baxdı ki, indiki Zəmzəm quyusunun yerində bir mələk, Cəbrail, qanadı ilə yeri qazır. Nəhayət oradan su fəvvarə ilə fışqırmağa başladı. Həcər dərhal suyun ətrafını hovuz kimi düzəltməyə başladı. Bir tərəfdən əli ilə düzəldir, digər tərəfdən isə tuluğunu doldururdu. O suyu doldurduqca su oradan fəvvarə ilə fışqırırdı. Başqa rəvayətdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Həcər suyu oradan ovuc-ovuc aldıqca su oradan daha da çox çıxırdı. İbn Abbas deyir ki, Allah İsmail əleyhissalamın anasına rəhmət etsin. Əgər o Zəmzəm quyusunu başlı başına buraxsaydı və ya onu ovuclamasaydı, o yer üzündə axar bir su olardı, dedi və sözünə davam edərək Həcər sudan içdi və uşağını əmizdirdi. Mələk onlara həlak olmaqdan, yəni ölməkdən qorxmuyor. Çünki burada bu oğlan uşağının və atasının tikəcəkləri Allahın evi olacaqdır. Allah ona ibadət edənləri heç vaxt tək buraxmaz. Allahu Akbar. Hasbunallahu və ni'məl vəkil deyə buyurdu. Kəbə təpə kimi hündür bir yerdə yerləşirdi. Sellər onun sağından və solundan axardı. Həcər bu şəkildə yaşamağına davam etdiyi bir gündə onların yanından Cürhum qəbiləsindən olan bir ailə keçir. Məkkənin aşağı hissəsində olan bir yerdə dayandılar. Onlar göydə qanad çalan quşu gördükdə heç şübhəsiz ki, bu quş suyun
ətrafında, yəni suya yaxın olan bir yerdə uçur. Yəni o Curhum adında olan bir qəbilə səhra ilə gəlib keçirir, görürlər, onlar da susuz olur. Görürlər ki, quş uçur və deyirlər ki, bu quş burada uçmaz, deməli burada su var. Lakin bizdə olan məlumata görə bu vadidə su olmamalıdır, dedilər və dərhal ora 1 və ya 2 nəfər adam göndərdilər. Onlar orada suyu tapdıqda qalanlarına da xəbər göndərdilər. Curhum qəbiləsində olanlar ora gəldilər. İsmail əleyhissalamın anası suyun ətrafında oturmuşdu. Onlar İsmailin anasına Həcərə yaxınlaşdıqda sənin ətrafında məskunlaşmağımıza bizə icazə verərsənmi? Həcər deyir ki, bəli, məskunlaşa bilərsiniz. Lakin suda sizin mülkiyyət hüququnuz yoxdur, haqqınız yoxdur. Yəni bu su bütünlüklə bizə aiddir. Onlar dedilər ki, bəli. İbn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə buyurdu ki, insanlarla ünsiyyətdə olmağı xoşladığı üçün Curhum qəbiləsinin gəlməsi İsmail əleyhissalamın anasını çox sevindirdi. Curhumlar orada məskunlaşdılar. Bir müddətdən sonra öz ailələrinin ardınca xəbər göndərdilər. Onlar da gəlib orada məskunlaşdılar. İllər ötdü. İsmail əleyhissalam cavan yaşına, gənc yaşına çatdı. Onlardan ərəb dilini öyrəndi. Cumhurun bu qəbilənin ən çox bəyəndikləri və sevdikləri bir gənc idi. Həddi buluğa çatdıqda onu öz qəbilələrindən bir qızla evləndirdilər. Bir müddətdən sonra İsmail anası Həcər dünyasını dəyişdi. Onun ölümündən və İsmail toyundan sonra atası İbrahim əleyhissalam ailəsini axtarmaq üçün onları tək buraxdığı o vadiyə qayıdır. Lakin o İsmail əleyhissalamı evində tapmadığından onun haqqında yoldaşından xəbər alır. Qapını döyür, İsmail əleyhissalamın qızı, yoldaşı qapını açır və qadın deyir ki, bizim üçün və qapını açır. İbrahim əleyhissalam qapını açan qadına, İsmailin yoldaşına deyir ki, yoldaşınız hardadır? O da deyir ki, bizim üçün ruzi axtarışına çıxıb. Bizə ruzi axtarmaq üçün ova gedib, deyir. Sonra İbrahim onların yaşayışından və hallarından, vəziyyətlərindən soruşur. Qadın, yaxşı deyil vəziyyətimiz. Çox pisdir. Ehtiyac içərisindəyik, deyə şikayət etməyə başladı. İbrahim əleyhissalam ərin gəldikdə ona mənim salamımı çatdırır. Lakin qadın bilmir ki, bu İbrahim peyğəmbərdir. İsmailin atasıdır. İbrahim əleyhissalam qadına deyir ki, ərin gələndə mənim salamımı ona çatdır və ona deyir ki, qapısının kəndarını dəyişsin. İsmail əleyhissalam bir müddətdən sonra evə gəlir və nə isə hiss edərək yoldaşına deyir ki, kimsə gəlmişdi. Qadın deyir ki, bəli, bizə yaşlı bir kişi gəlmişdir. Bizdən səni soruşdu. Mən də onun maraqlandıran suallarına cavab verdim. Sonra məndən yaşayışmış haqqında soruşdum. Mən də yaxşı deyil, ehtiyac içərisindəyik deyə şikayətləndim. Nə tövsiyə etdi İsmail əleyhissalam deyir. Qadın deyir ki, sənə salamı çatdırmağımı və bir də qapının kəndarını dəyişməyi mənə tövsiyə etdi. İsmail əleyhissalam deyir ki, bu mənim atamdır. Mənə səndən ayrılmağı tövsiyə edir. Sən ailənin yanına qayıtmalısan, deyə buyurdu. Və ondan boşanır. Bir müddətdən sonra başqa bir qadınla evlənir İsmail əleyhissalam. İbrahim əleyhissalam yenə də onları ziyarət etmək üçün gəlir onların yanına. Lakin yenə də İsmaili evdə tapmır. Və İsmailin yoldaşından soruşur ki, haradadır? O da deyir ki, ruzi dağıyla gedib. Və ondan yaşayışları, vəziyyətləri haqqında soruşur. Qadın deyir ki, vəziyyətimiz əlhamdülillah, Allah'a şükürlər olsun ki, yaxşıdır. Bolluq içindəyik. Qadın su deyə deməli, İbrahim əleyhissalam soruşur ki, yeyəcəyiniz nədir? O da deyir ki, ət. İçəcəyiniz nədir? Qadın deyir ki, su. Bu cavabdan sonra İbrahim əleyhissalam deyir ki, İbrahim əleyhissalam dua edir ki, Allahım ətlərinə və sularına bərəkət ver. Və Peyğəmbər s.ə.v buyurdu ki, o vaxtlar Məkkədə taxıl yox idi. Əgər onların taxılı olsaydı, İbrahim əleyhissalam onun üçün də dua edərdi Allahdan. Və İbn Abbas deyir ki, əgər bir kimsə Məkkədən kənar bir yerdə yalnız ət və su ilə qidalanarsa, bu onun üçün xeyrinə olmazdır. Çünki bu İbrahim əleyhissalamın onlar üçün duası idi. Ona görə də İbrahim əleyhissalam
məhz onlarda yeyəcək və içəcək su və ət olduğu üçün onun bərəkətli olması üçün dua edir Allah Teala. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İbrahim əleyhissalamın duasının bərəkətidir ki, yalnız Məkkədə və ət və su ilə keçinmək olar. Yəni 2 dənə bu şey olsa kifayət olar yaşamaq üçün. Və İbrahim əleyhissalam deyir ki, ərin gəldikdə mənim salamımı ona çatdır və deginən ki, qapının kəndarını möhkəm saxlasın. İsmail qayıtdıqda hiss edir və deyir ki, kimsə gəlib, deyir ki, bəli, yaşlı bir nurani kişi gəlmişdi və səni soruşdu və maraqlandıran bəzi suallar verdi, yaşayışımızı soruşdu. Mən dedim ki, hər şey Allaha şükürlər olsun, çox yaxşıdır və dedi, sənə nə tövsiyə etdi? Dedi ki, sənə salamı çatdırdı və qapının kəndarını möhkəm tutmağı mənə əmr etdi. Bu mənim atamdır. Qapının kəndarı isə sənsən. Səndən ayrılmamağımı əmr etdi. İbrahim əleyhissalam onlardan Allahın dilədiyi bir müddət qədər uzaq qaldıqdan sonra yenə də onları axtarmaq üçün geri qayıdır. Oğlunu İsmail əleyhissalamı Zəmzəm suyunun yanında olan böyük bir ağacın altında oxun uclarını itlədiyini görür. İsmail atasını gördükdə ayağa qalxaraq ona tərəf yürüyür və atanın oğula, oğlun da ataya olan davranışı kimi bir-birlərini qucaqlayıb bəhbəh sıxırlar. İbrahim, oğlum, mən Allahdan bir əmr almışam. İsmail belə deyir, Rəbbinin sənə əmr etdiyini et. Və İbrahim deyir ki, sən də mənə bu işdə kömək edə biləcəksənmi? O da deyir ki, bəli, mən də sənə kömək edəcəm. Və İbrahim, həqiqətən Allah Taala mənə burada bir ev tikməyə əmr edir. Yəni Kəbəni. Bu günləri müsəlmanların gedib həc və ümrə etdikləri yeri. Deyərək ətrafda olan ən yüksək bir yeri işarət etdi. O gündən onlar beytin təməlini qoydular. İsmail əleyhissalam daş gətirir, İbrahim əleyhissalam isə beyti tikərdi. Nəhayət, beytin divarları yüksəldikdə İsmail bir daş gətirdi. İbrahim onu yerə qoyub üzərinə çıxdı və tikməyə başladı. Ata və oğul Beytül Haramı tikməyə başladılar. Onu da yadına sal ki, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman ey Rəbbimiz, bu xeyirli işi bizdən qəbul et, sən doğrudan da hər şey eşidən və bilənsən deyə dua etməyə başladılar. Və elhamdülillah ki, İbrahim əleyhissalamın duasıdır ki, bu günləri milyonlarla müsəlmanlar həmin yerləri ziyarət edirlər. Ümrə və həc ziyarətinə gedirlər. Allah Subhanahu taala tezliklə bu xəstəlikləri qaldırsın və tezliklə bu ümrə və ziyarətlər açılsın ki, müsəlmanlar yenidən o gözəl yerləri ziyarət edə bilsinlər. Oğlu İshak ilə isə bilin ki, İbrahim əleyhissalam Beytül Məqdisi tikir. İsmail ilə Beytül Haramı, Kəbəni, İshak ilə isə Beytül Məqdisi İbrahim əleyhissalam nə edir? Tikir. Paylaşmağı və bölüşməyi unutmayın. Allah Subhanahu dua edirəm ki, bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslər etsin. Bizləri fitnədən və əhlindən qorusun. Allaha əmanət olun. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.